Çox sağ olun Çınarə xanım. Sizin də qeyd elədiyiniz kimi, məsələyə rəsmi qaydada Azərbaycan Xarici İşlər Naziri dekabr ayının 26-sında 2025-ci ilin yekunlarına həsr olunan keçirilən mətbuat konferansında rəsmi münasibət bildirmiş və bundan Azərbaycan tərəfindən təəssüf və təəccüb etdiyini də bildirmişdi. Amma bugün müzakirəsi gedən sənədin sosial şəbəkələrdə yayılmış bir versiyası olduğuna görə burada dezinformasiya da ola bilər. Məktubun mətni dəyişdirilmiş də ola bilər. Çünki söhbət nədən gedir? Orada ifadə olunan səbəb kifayət qədər absurd və hətta mən deyərdim ki, ağ yalandan başqa bir şey deyil. Əgər biz həmin məktubun mətninin üzərindən Rusiya tərəfinin arqumentlərinə diqqət eləsək, görərik ki, hava şəraitinin pis olması ilə əlaqədar Rusiya ərazisinə eniş edə bilməyib, eniş edərkən də yerə çırpılıb. Bir anlığa belə təsəvvür edir ki, Rusiya ərazisi eniş etmək üçün, hərəkət etmək üçün əlverişsizdir. Təyyarə Rusiya ərazisindən Xəzər dənizi üzərindən Qazaxıstana keçir və Qazaxıstanda da eniş etdiyi yer aeroport olmayıbdır. Boş bir səhra olubdur, ərazi olubdur. Və əgər təyyarənin hər hansı bir qəzalı vəziyyəti olmasaydı, təyyarə oradan Bakıya da dönüş edə bilərdi. Və görünür ki, təyyarənin, belə deyək də, o hərəkət etdiyi marşrutdan kənara çıxa bilməməsinin səbəbi artıq təyyarənin öncədən vurulması məsələsidir ki, artıq o Allah pilotlarımıza və bütün həmən qəzada həlak olan şəhidlərimizə rəhmət eləsin, artıq proses idarə olunmaz bir vəziyyətdə olubdur. O baxımdan mən hesab edirəm ki, bu məsələ ilə bağlı yəqin ki, yaxın günlərdə Azərbaycan tərəfinə rəsmi təqdim olunmuş biz məktubun əsl variantı ilə də tanış olacaqdır ictimaiyyət. Yəni, rəsmi dairələr bundan tanışdır. Elə ayın 26-sında cənab nazir də bundan bağlı bildirir ki, Azərbaycan tərəfinin bununla bağlı tutarlı və əsaslandırılmış cavabı da olacaqdır. Və yenə qeyd edirəm ki, bundan yəqin ki, ictimaiyyət də məlumatlı olacaqdır. Amma sizin qeyd elədiyiniz kimi, bütün hallarda Rusiya İstintaq Komitəsi tərəfindən bu cinayət işinə xitam verilməsi ilə Rusiya prezidentinin düşənbədə vermiş olduğu açıqlamalar tamamilə bir-birinə ziddir. Bizim buradan çıxara biləcəyimiz məntiqi nəticə ondan ibarət ola bilər ki, artıq Rusiyanın təyyarə məsələsi üzərindən Azərbaycanla münasibətlərin normallaşmasında, qarşılıqlı əməkdaşlığın davam etdirilməsində maraqlı olmaması məhz bu verilmiş məktubla üzə çıxır ki, bu da qarşıdakı mərhələdə iki dövlət arası münasibətlərə yaxşı gələcək vəd etmir. Talih bəy, biz bu məsələ ətrafında da danışarıq. Yəni, Rusiya-Azərbaycan münasibətlərinin perspektivi bu aspektdən baxanda necə görünür? Amma bir nüansı vurğuladınız. Dediniz ki, bu dezinformasiya da ola bilər. Yəni, söhbət həmin o sənədin detallarından gedir. Amma Azərbaycan tərəfindən belə bir təksib gəlməyib. Ceyhun Bayramov dekabrın 26-sında açıqlama verərkən açıq-aydın dedi ki, İstintaq Komitəsindən bizə bir məktub daxil olub və bu məktubda birbaşa vurğulanır ki, işə xitam verilib. Düzdür, həmin o yayımlanan sənəddə də eyni məsələ yer alır, amma sizin dediyiniz istiqamət daha çox hava şəraiti səbəbindən. Əgər xitam verilibsə, hansısa bir səbəb göstərilməlidir və yaxud da əgər bu saxtadırsa, ən azından Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamadan sonra bir təksib gəlməli idi ki, bəli, bizə İstintaq Komitəsindən informasiya daxil olub, amma həmin o məktubda hava şəraiti səbəb göstərilmir. Təksib gəlməməsi həqiqətə daha yaxın olduğunu göstərirmi əslində? Çınarə xanım, təksib gəlmədiyi kimi təsdiq də gəlməyib. Yəni, bu baxımdan hələlik Azərbaycan tərəfi elə Ceyhun Bayramovun da qeyd elədiyi kimi bu məktuba, yəni Moskvadan Azərbaycana göndərilmiş rəsmi məktuba daha tutarlı cavabların verilməsi üzərində işlədiyi səbəbindən bu məsələ ilə bağlı, yenə deyirəm, Azərbaycan tərəfinin təsdiq və təksib etməməsi... Adətən susmaq razılıq əlaməti kimi qəbul olunur deyə. Yəni, o məntiqlə çıxış eləsək, bu dəyərləndirmək olar, amma yenə deyirəm, Azərbaycan tərəfi o məktubu rəsmən qəbul edirsə və ona həm rəsmi cavab ünvanlanacaqdır, həm də əminəm ki, Azərbaycan ictimaiyyəti də məsələnin gerçək üzü ilə məlumatlandırılmış olacaqdır. Hələlik isə, yenə deyirəm, ortalığa çıxan sənəddən irəli sürülən iddialar o qədər absurddur ki, bunun özünün belə əsaslandırılması heç bir məntiqə sığmır və bu daha çox, belə deyək də, verilən açıqlama işin içərisində bir cinayətin olduğunu təsdiqləyir, nəinki onu təksib edir və onun məsuliyyəti də birbaşa elə Rusiya tərəfinin üzərində qalır. Çünki heç cürə bunun izahı verilə bilməz ki, ya Rusiya öz hava məkanına nəzarət edə bilmir, bunun özü də Rusiya tərəfi üçün bir mənfi haldır. Nəzarət edə bilirsə, onun hava məkanında
bu başqa bir ölkəyə məxsus olan mülki təyyarənin vurulması bu və ya digər formada Rusiya tərəfindən razılaşdırılmış və ya onun özü tərəfindən planlaşdırılması anlamına gəlir ki, yəni bütün hallarda bu məsələdə elə bayaq efirdə qeyd elədiniz, Güneyli soydaşımız Pezeşkanın zərb məsələlərdən qeyd eləməsi ilə bağlı ki, yəni bunun özündən də görünür ki, Rusiya bu məsələdə artıq cığallıq eləyir. Azərbaycanla münasibətlərin normallaşmasından maraqlı deyil. O, yəni Pezeşkan adın səhmiyyətə məqsədim oydu ki, bir məsələdə mən qeyd etməsiyim, deyir, görünən dağa nə bələdçi. Yəni artıq cinayətin kim tərəfindən işlənməsi görünür, bilinir. Sadəcə Rusiya bu məktubu Azərbaycana göndərməkdə məqsədi bundan sonraki münasibətlərdə görünür, pərdəarxası görüşlərdə, danışıqlarda əldə edilə bilməyən razılaşmaları Rusiya bu istiqamətdə artıq ictimailəşdirməyə və Azərbaycana qarşı bundan növbəti mərhələdə bir təzyiq, bir təhdid kimi istifadə etməyə çalışacaqdır.